A bərabərdir modulda kök addı 2 çıxılsın 5 ədədinin tam hissəsini tapın. İlk öncə kök addı 2 ilə 5-i müqayisə edək. 5-i kökün altına salaq. 5-i kökün altında salsaq kök addı 25-ə bərabərdir. Kök addı ilə kök addı 25-i müqayisə etsək, kök addı 2 kök addı 25-dən çiy ədəddir. Buna görə bunların fərqi 0-dan çiy olacaq. Modulu açdıqda buna görə. Axı biz demişdik ki, moduldan həmişə müsbət ədəd çıxır. Moduldan 5 çıxılsın kök addı 2 çıxır. Yəni mənfi ədəd alındığı üçün 5 ilə kök addı 2-nin yerini dəyişirik. Kök addı 2-dən təxmini 1,4 çıxır. 5-dən 1,4 çıxsaq, bərabər olacaq 3,6-ya. Göründüyü kimi 3,6-nın tam hissəsi 3-ə bərabərdir. Yəni 3,6 baxın 4 ilə 3 arasında yerləşir. Tam hissə 3-ə bərabərdir. Doğru cavab D variantı.